Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə dadlı, ləzzətli ətli badımcan yeməyi hazırlayıram. 500 qram yağsız dana ətini hissələrə ayırıb kub-kub doğrayırıq. Yeməkdə istifadə edəcəyimiz əti öncədən sizlər qaynadıb yeməyə əlavə edə bilərsiniz. Mən bu gün mühürlədikdən sonra az miqdarda üzərinə su əlavə edib bir qədər suda bişirdikdən sonra yeməkdə istifadə edəcəyəm. Əti qızğın tavaya əlavə edirik, hər iki üzünü mühürləyirik. Əti mühürləyib yeməkdə istifadə edəndə yemək daha dadlı, daha ləzzətli olur. Ətin azacıq suyu çıxır və həmin suyun da tam qurumasını gözləyirik. Ətin suyu tam çəkildikdən sonra üzərinə 1 stəkan su əlavə edirəm. Qısıq odda tavanın qapağını bağlayaraq həmin suda ətin bir qədər yumuşamasını gözləyirik. Ət bişib hazır olana qədər biz də tərəvəzləri hazırlayaq. 5 ədəd orta boy badımcanın qabığını zolaqlı soyuram. Biberlərini də içərisini təmizləyirik. Badımcanın acı suyunu çıxarmaqdan ötəri qaba bir qədər su əlavə etdik. Həmin suya da 1 xörək qaşığı duz əlavə edib qarışdırıb qoyuruq kənara. Ardından badımcanı 2 hissəyə ayırıb gördüyünüz formada doğrayıram. Badımcanları çox kiçik doğramırıq, bişən zaman dağılmasın. İndi badımcanla acılıq olmur. Siz istəsəniz acı suyunu çıxarmadan da yeməkdə istifadə edə bilərsiniz. Bütün badımcanları eyni qaydada doğrayıb qaba əlavə etdim. Üzərinə ağırlıq yerləşdiririk. Hər bir badımcan suyun içərisində qalıb acısını tam suya salsın. Ardından biberləri doğrayırıq. Bir ədəd soğanı da xırda-xırda doğrayırıq. Yeməyin olmazsa olmazı sarımsaqdır. Onu da doğrayırıq. 3 diş sarımsaqdan istifadə etdim. Pomidorların qabığını təmizləmədən onları da doğrayırıq. Pomidorları çox balaca doğramırıq, bişən zaman dağılmasın. Tavaya duru yağ əlavə etdik. Yağ isindikdən sonra badımcanları hissə-hissə həmin yağda qızardırıq. Badımcanı çox qızartmağa ehtiyac yoxdur. Yağda tez-tez tovlayırıq. Rəngini bir qədər dəyişdikdən sonra yağdan çıxarırıq. Salfet üzərinə yığırıq. Salfet yağını tam çəksin. Ət suyunu çəkdikdən sonra üzərinə bir qədər duru yağ əlavə edirəm. Ardından doğradığım soğan və sarımsaqları əlavə edib bir dəfə qarışdırıram və soğanın bir qədər yumuşamasını gözləyirik. Soğan bir qədər yumşadıqdan sonra üzərinə zövqə görə duz əlavə edirəm. Mən sadəcə duzdan istifadə etdim. Siz istədiyiniz ədviyyatlarla yeməyi ləzzətləndirə bilərsiniz. Üzərinə biberi və pomidoru əlavə edirik. Biber və pomidoru əlavə etdikdən sonra qarışdırmırıq. Tavanın qapağını bağlayırıq. Qısıq odda pomidor öz şirəsini salsın. Həm də biber və pomidor bir qədər yumuşasın. Pomidor və biber bir qədər yumşayıbdır. Az da olsa öz suyunu salıbdır. Yemək bişən müddətdə də tam tərəvəzlər öz suyunu salacaqdır və yeməyin suyu yetərli olacaq. Əlavə sudan istifadə etməyə ehtiyac yoxdur. Sonda badımcanı əlavə edirik və tavanın qapağını bağlayıb vam odda yeməyin bişib hazır olmasını gözləyirik. Yemək bişən müddətdə cəmi bir dəfə qarışdırdım. Yəni tez-tez qarışdırmırıq, tərəvəzlər dağılmasın. Ehmalca qarışdırırıq. Qeyd etdiyim kimi tərəvəzlər dağılmasın. Təxminən yeməyi qarışdırdıqdan sonra 10-15 dəqiqə daha ocaqda tutduq. Sonda badımcanları yoxlayırıq. Əgər badımcan istədiyimiz kimi bişibsə, deməli yeməyimiz hazırdır. Gördüyünüz kimi badımcana qaşıq vurduqda necə yumşaq olduğu bilinir. Həm yemək yağa düşübdür, həm də tərəvəzlər yetəri qədər bişibdir. İnanılmaz dadlı, ləzzətli, gözəl bir yeməkdir. Bu yemək nə qədər tərif desə yazdır. Siz də rahatlıqla tez-tez hazırlayıb nuş edə bilərsiniz. Bu günlük bu qədər. Hələlik.